Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə dəyər yayımlarının 18 may 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının ətraflı izahına birlikdə baxacağıq. 5-ci sualımızda mürəkkəb isimləri soruşur. Mürəkkəb isimlər iki və yaxud da daha artıq sözün birləşməsindən yaranan sözlərə deyilir. Diş və pasta, yağış və palto. Hər biri iki sözdən ibarətdir. Bu səbəbdən doğru variantım A variantı. 6-cıda düzgün söz önünün tapılması tələb olunur. Cümlənin tərcüməsinə diqqət yetirmək lazımdır. Menecer görüş ərzində komanda üzvləri ilə danışdı. Burada yalnız doğru variantım B variantı ərzində uyğun gələ bilər. Altından xətt çəkilmiş sözün antonimi tələb olunur. Accept qəbul etmək, refuse imtina etmək. Daha öncə mövcud olmayan yeni bir şeyi düzəltmək, yəni ixtira etmək doğru variantım C variantı. Bu tipli suallarımızda, yəni cavab verilib, bizdən doğru xüsusi sual sözünü soruşur. Əvvəlcə cavaba baxmaq lazımdır. Cavabda bildirilir ki, bu cənab Jacob olmalıdır. Yəni burada bir şəxsi bildirir. Sualda isə cavaba əsasən kimin zəng etdiyi soruşula bilər. Doğru variantım B variantı. Who, kim? 10-cu sualımızda cümlə verilib passive voice-a çevirmək lazımdır. Passive voice mövzusu ilə bağlı problem yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraqdan passive voice-u ətraflı izah etdiyim mövzu izahı videosuna keçid edə bilərlər. Əvvəlcə cümlənin tamamlığını tapırıq. Xəbərdən sonra gələn hissəm tamamlıqdır. Burada finish bitmək xəbərimdir. Xəbərdən sonra project, yəni layihə mənim tamamlığımdır. Tamamlıq cümlənin önünə keçir, mübtəda isə atılır və yaxud da atılmasa belə by ilə verilir. Burada Z ilə başlayan variantları çıxardaq. Cümlənin zamanına diqqət yetirsək, gələcək zamanda olduğunu görərik. Gələcək zamanı past voice-a çevirmək üçün will-dən sonra be artırılır və feil participle to formasına keçid edir. Yəni is ola bilməz, has been ola bilməz. Will-dən sonra be artırılmalıdır. Doğru variantım Y variantı. Çoxlu ağacların olduğu geniş bir torpaq ərazi, yəni meşə. Doğru variantım D variantı. İki cümlədən ibarət olan bir testimizdir. İkinci hissədə keçmiş zamanda olduğunu görürük. Bu səbəbdən indiki zamanlar ola bilməz. Burada tərcüməyə əsasən doğru variantımız A variantı. 13-cü sualımızda zaman uzlaşmasına diqqət yetirmək lazımdır. She-dən sonra indiki zaman gəlirsə, bu zaman is və yaxud da is qəbul etməlidir, səhvdir. İndiki zaman keçmiş zaman ola bilməz. Çünki burada and bağlayıcısı var. Zaman uzlaşmasına diqqət yetirmək lazımdır. Yenə keçmiş zaman, indiki zaman, indiki davam edici zaman ola bilməz. Doğru variantın hər ikisi keçmiş zamanda. Mən ona elektron poçt göndərdim və o sürətlə cavab verdi. 14-cü sualımızda zamana diqqət yetirsək, bağlayıcının sağ tərəfi keçmiş zaman, sol tərəfi isə indiki bitmiş zamandır. Qaydamıza əsasən doğru variant yalnız B variantı ola bilər. Bu digər şəhərə köçdükdən bəri mənə zəng etməyib. 15-ci sualımızda yaxın mənalı olan sözlər seçilməlidir. Doğru variant D variantı. Hər ikisi sürətli deməkdir. Hər iki söz sayıla bilən və təkdə olduğu üçün qarşısında artiklın olması mütləqdir. Bu səbəbdən boşluq olanları birbaşa çıxardırıq və expert sözü saitlə başladığı üçün yalnız burada ən artikli ola bilər. Doğru variantın B variantı. 17-ci sualımız uzlaşma mövzusu ilə bağlıdır. Bu mövzu ilə bağlı problem yaşayan şagirdlər yuxarıda çıxan hissəyə toxunaraqdan mübtəda xəbər uzlaşmasını ətraflı izah etdiyim videoya keçid edə bilərlər. Mübtədada sözünü olarsa, sözündə əvvəlki sözə baxaraqdan uzlaşmanı həyata keçirdirik. İsmim cəmdə olduğuna görə xəbərim də cəmdə olmalıdır. Doğru variantım 1 və 3. 18-ci sualımızın tərcüməsinə baxaq. Əziz John, mesajına görə təşəkkür edirəm. Səndən xəbər almaq məni çox sevindirdi. Parisdə çox gözəl vaxt keçirdirəm. Dünən Eiffel qülləsini ziyarət etdim və çoxlu şəkil çəkdim. Sabah isə məşhur fransız şirniyyatlarını dadmağa çalışacağam. Kaş ki, sən də burada olardın. Sevgilərlə Emily. Emily narazıdır, xoşbəxt deyil, səhvdir. Emily sabah Eiffel qülləsini ziyarət etməyə planlaşdırır. Xeyr, sabah planlaşdırmır, artıq ziyarət etmişdi. John Emily'ni Parisdə ziyarət edir. Məktubda belə bir ümumiyyətlə məlumat yoxdur. Emily fransız şirniyyatlarının şəkillərini çəkib. O Eiffel qülləsinin şəkillərini çəkmişdi, fransız şirniyyatlarının xeyr.
Doğru variantım Y variantı. Emily Johnun Parisdə onun yanında olmasını arzular. Bəli, burada qeyd edilir ki, kaş ki sən də burada olardın. Bu cümlədən artıq bizə məlumdur. 19-cu sualımız. Green Martda böyük endirim. Bütün meyvə və tərəvəzlərə bazar gününə qədər 30% endirim tətbiq olunur. Təzə məhsullar bölməsindən istənilən 3 məhsulu al və pulsuz yenidən istifadə oluna bilən alış-veriş çantası qazan. Sağlam alış-veriş edib pula qənaət etmək fürsətini qaçırma. A variantında endirim yalnız ət və süd məhsullarına tətbiq olunur. Mətnə görə endirim yalnız meyvə və tərəvəzlərə tətbiq olunur. Endirim gələn şənbə axşamı başa çatır. Mətnə görə endirim bazar günü başa çatır. İstənilən məhsulla pulsuz alış-veriş çantası əldə etmək olar. Yalnız təzə məhsullar bölməsindən 3 məhsul aldıqda bunu əldə etmək olardı. Bu səbəbdən burada yanlışdır. Təklif bütün meyvə və tərəvəzləri əhatə eləyir. Bəli, bu doğru variantımızdır. Y variantında isə alış-veriş çantasını ayrıca almaq lazımdır. Xeyr, mətnə əsasən çanta pulsuz verilirdi. Sadəcə müəyyən şərtlər var idi. 20-ci sualımızda. Əziz xala Lili, gözəl hədiyyəyə görə sənə çox təşəkkür edirəm. Rəsm əsəri çox gözəldir və mən artıq onu otağımda asmışam. Hər dəfə ona baxanda səni xatırlayıram. Ümid edirəm ki, tezliklə yenidən görüşə bilərik. Söhbətlərimiz üçün çox darıxıram. Sevgilərlə, Julia. Julia minnətdardır və xalası Lili ilə tezliklə görüşmək istəyir. B variantında Lili xala Juliaya velosiped hədiyyə edib. Məktubda hədiyyənin rəsm əsəri olduğu qeyd olunub, velosiped deyil. C variantında Julia rəsm əsərini xalasının otağında asıb. Xeyr, öz otağında asdığı qeyd olunur. Julia hələ hədiyyəni açmayıb. Xeyr, hədiyyəni açıb və artıq otağından asıb. Lili xala keçən həftə Julianı ziyarət edib. Məktubda isə belə bir məlumat yoxdur. Ekranda 5 saniyəlik bu mətnin tərcüməsini sizinlə paylaşacağam. Ekranı dayandıraraqdan ətraflı şəkildə oxuya bilərsiniz. İndi isə gəlin detallı formada testlərimizə baxaq. 21-ci sualda mətnin əsas məzmunu soruşulur. Doğru variantım B variantı. Şimşəyi dayandırmaq üçün lazerlərdən istifadə olunmasın. 22-ci sualımızda yanlış olanı seçmək tələb olunur. Doğru variantım Y variantı. Lazer cihazları ucuzdur və hər yerdə asanlıqla istifadə olunur, hansı ki burada tam əksinə olaraqdan qeyd olunmuşdur. 23-cü sualda alimlər niyə fırtına zamanı lazerlərdən istifadə etmək istəyirlər? Doğru variantım C variantı, çünki lazerlər şimşəyi təhlükəsiz şəkildə yönləndirə bilir. Cümləni mətnə əsasən tamamlayın. Lazerlər bu gün geniş istifadə olunmur. Çünki onlar çox böyük və bahadırlar. Aşağıdakı ifadələrdən hansılar mətndə doğru hesab olunur? Doğru variantım 2 və 4. Şimşək ABŞ-da çoxlu ziyan vurur. Şimşəyə nəzarət etmək üçün raketlərdən də istifadə olunub. İzah videosunu bacardığım qədərilə maksimal şəkildə sadə, eləcə də vizual formada verməyə çalışdım. Videonu bəyəndinizsə, bəyənməyi, eləcə də şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Dərslərimizlə bağlı əlaqə üçün yuxarıda qeyd olunan nömrəyə yaza bilərsiniz. Xüsusi qeyd etmək istəyirəm ki, hər bir qrupda yerlər limitli olduğu üçün qeydiyyatdan keçməyə tələsin.